Hamza salam, kanalıma yenidən xoş gəlmisiniz. Artıq bir neçə gündür ki, xüsusilə də bu 9-cu sinif imtahanlarına, buraxılış imtahanlarına çox az qalan bir vaxt ərzində mənə gələn saysız mesajlara əsasən onu deyə bilərəm ki, növbəti 9-cu sinif buraxılış imtahanlarına aid bir məsləhət, motivasiya, nə bilim də, yəni bir söhbət videosu istəyirsiniz ki, mənim kanalımda bunlar çox məşhurdur. Hətta bəzi videolar var ki, onları belə keçib getdim. Təhsillə bağlı videolarımı çox sevirsiniz. 9-cu siniflər üçün də yeni bir videonun gəlməsini çox istədiniz. Siz istədiniz, mən də təbii ki çəkəcəm. Ona görə də bugünkü videomuz 9-cu siniflərin buraxılış imtahanına nə edək, nə etməyək. Çox qısa bir video olacaq, çünki özüm yorğunam. Ən birinci hamınıza bol-bol uğurlar arzulayıram. Hər zaman kimi sizə güvənirəm, inanıram. Zaten buradasınızsa, buna qulaq asırsa deməli, artıq nəsə bir iş görürsünüz ki, məsuliyyətli adamlarsınız, yəni. Elə bir adamlar deyilsiniz. Bugün 9-cu siniflərə buraxılış imtahanında etməli olduğu 5 maddəni açıqlayıram. Başlayırıq. Birincisi sizə tam səmiyyətimlə deyəcəyim bir şeydir. Məncə 11-lərin artıq müəyyən təcrübəsi olur. Amma 9-lar çox kiçiklər, yəni belə deyim. Ona görə onların ilk imtahanları olduğu üçün çox həddindən artıq dərəcədə stresli olurlar və düşünürlər ki, bu imtahan onların taleyini həll edən bir imtahandır. Mən yeri gələndə hətta 11-ci siniflərin videosunda bunu demişdim ki, imtahan sizin taleyinizi həll etmir, stresə düşməyə dəyməz. Amma sizə ümumiyyətlə tam əminliklə deyirəm ki, doğrudan da beyninizdə imtahanı çox dərəcədə böyütməyə dəyməz. Çünki boş-boş özünüzü stresə salırsınız. Bu da gərginliyə gətirib çıxarır. Bu arada işıqlandırma bilməm nə dərəcədədir, çünki bunu axşam çəkirəm. 9-cu sinif imtahanı o qədər də sizin həyatınızda böyük əhəmiyyət daşıyan bir imtahan deyil. Vacibdir, təbii ki, imtahansa, yəni demirəm də vacib bir şey deyil, amma sizin beyninizdə mənim vaxtilə beynimdə böyütdüyüm kimi vacib bir şey deyilmiş. Bunu sizə tam əminliklə deyirəm. Hazırlaşın, oxuyun, gedin. Ay belə olacaq, ay batdım, ay nə bilim nə oldu, belə şeyləri heç düşünməyin belə. İkincisi, buna 11-ə hazırlıq kimi baxın. 11-ə hazırlıq mərhələsi kimi baxın. Məsəl üçün, çox belə gərginliyi, ağırlığı üstünüzə almayın. Çünki bu sizin ilk belə deyək də cəhdinizdir. Məsəl üçün. Buna 11-ci sinifə hazırlıq kimi baxın. 11-ci sinifə hazırlıq mərhələsi kimi baxmış olun ki, yəni məktəbə getmək, imtahan orada vermək, imtahan havasına düşmək, bir sınaq kimi baxın. 11-ci sinifdən əvvəl bunu yaşayırsınız ki, bir növ 11-ci sinifə hazırlaşasınız. Yəni buna bir hazırlıq mərhələsi kimi baxın, bir sınaq kimi baxın. Bu arada dəftərin bəlidir, oradan da əgər xatırı sizə oldular tanıyar, oldular xatırlayar. Bu dəftərlər oldu, amma nəsə çoxdur. Bu da yer deyil, amma yəni bu daralarda bir şeylərdən olmalı idi ki, bəli var. Məsəl üçün bu da var idi. Əgər sizə də bu dəftərlərdən varsa, çox belə şad olaram sizi tapmağıma. Bu dəftərlərdən varsa, bu bloknotların daha doğrusu varsa, yazın şərhlərdə oldular bir-birini bulsun. Neyse, sözümüz ondan deyildi. Bir dəfə oldu dəftərlər, notebooklar turu eləyərəm sizə. İkinci bizim maddəmiz nə idi? Wings Club'ın bloknotuna baxıram və üçüncü daha doğrusu. Üçüncü maddəmiz nə idi? Yəni hər dəqiqə düşünüb bura qeyd edib yazmışam, bunu fikirləşin. Tez gedin. Tez gedin. Tez gedin nə deməkdir? Bunu dedikdə nəzərdə tuturam. Həmişə deyirəm, hamıya deyirəm, imtahan verəcək hər kəsə deyirəm. Mütləq son dəqiqədə getməyin. İmtahan saat neçədədir? Ondan bir yarım saat əvvəl ora gedin, otağa daxil olmuş olun. Otağın havasına düşün, otağın havasını görün, nəzarətçini bir görün, bir tipini anlayın. Doğrudan deyirəm, bunlar çox vacib olan şeylərdir. Sizi komfort alanına salmaq üçün çox gözəl bir şeylərdir. Siz birdən-birə son dəqiqədə imtahan məsələn 11-də başlayır, 11-ə 5 dəqiqə qalmış sinifə girib, ay qaça-qaçla o kodlaşdırmada adınızı doldurub sualları başlasaz, sizə çox çətin gələcək. Amma tez getsiniz vaxtdan əvvəl, oranı da özünüzün komfort alanına çevirmiş olursunuz ki, insan komfort alanında olanda da beyni daha yaxşı işləyir. Evdə yəni daha yaxşı işləyirsiniz, nəinki deyir falan kəs getdi hardasa həyəcanlandı. İnanın o həyəcanlanmağın elə ən böyük vacib düzdür. İmtahan stresli falan belə qorxusu olur, amma ən əsas da sizin komfort alanınızda olmamalıdır. İnanın o imtahan məsələn sizin evinizdə olsa, siz daha yaxşı nəticələr göstərirsiniz. Nəyə görə? Çünki komfort alanındasınız. Psixoloq məndən də bu qədər yetərli. Dördüncü nədir? Dördüncü maddəmiz nədir dostlar? Dördüncü maddəmiz odur ki, siz hər zaman bu belə pessimistik bir düşüncə ola bilər. Mən bu yolla hər zaman irəliləyirəm. Nəinki imtahanlarımda, bütün həyat hekayəmdə mən belə irəliləyirəm. Yəni necə? Olsun iş intervyusu, olsun nə bilim quiz, nə bilim nə. Siz hər zaman pisi gözləyin. İndi bu deyəcəksiniz ki, bu mənə motivasiyadır. Motivasiya deyil. Motivasiyalı olmaq ayrı bir şeydir. Bu gözlənti bir ayrı bir şeydir. Mən bunu yaşadıklarıma əsaslanaraq deyirəm. Ətrafındakı insanlardan gördüklərimi əsaslanaraq deyirəm. Demirəm özünüzü məhv edin ki, mən pisəm, mən pis yazdım, elə özünüzü çökdürün. Elə yox. Hər zaman əksinə özünüzə güvənli olun. Özünüzə güvənli olmaq istəyirsinizsə də videonun linkini aşağı yerləşdirəcəm. O videoya baxın. Çünki o videodan sonra mənə dəhşətli dərəcədə təşəkkürlər gəldi, gözəl fikirlər gəldi. Bu motivasiya məni koç elədiniz də siz orada. Ona görə də gedib o videonu izləyə bilərsiniz. Motivasiya olmaq istəyirsinizsə, linkini aşağı yerləşdirəcəm. Nə deyirdim, yadımdan çıxdı.
Hə, onu dedim ki, pisi gözləyib. Məsəl üçün elə adamlar var ki, və çoxdur bu tip adamlar. İstər imtahan olsun, istər nə bilim həyatla məsəl üçün işə gedib intervyudan gəlir. Deyir ki, mən mükəmməl imtahandan çıxır, məsələn deyir ki, necədir? Mükəmməl, əla, mən %100 300 balla yığıb gələcəm. Heç bir səhv sualım olmayacaq və özünün də beyninə onu yəni belə yeridir ki, mən 300 bal yığacağam, 295 bal yığacağam və yaxud da hər şey mükəmməl oldu və mükəmməl cavablarım gələcək. Sonra bu cavab gəlir, məsəl üçün ola bilər hər nəsə bal gəlir. Bu 300 görünür. Ondan sonra elə bir çöküş yaşayır ki, bu adam elə bir çöküş. Onu da o çöküntüdən çıxartmaq çox çətin bir məsələ olur. Bunu sırf ancaq imtahan həyatına yox, hər bir işdə belə çalışın olun. Bunu amma qarışdırmayın da, yəni neqativ köklənməklə, pessimistik olmaqla ki, hər şey pisdir, hər şey pis olacaq. Onu başqa deyirlər manifestləmək falan, nəsə nəyə göndərsən o olur falan. Mən demirəm onu göndərin. Sadəcə deməyin də pis olacaq. Sadəcə yəni özünüzü yüksəyə, belə deyim, yüksək bəkləntilərdə olmayın. Fikrim bilmirəm nə dərəcədə izah edə bilirəm. Çünki çox adamda görmüşəm ki, elə yüksək düşüncələrdə olurlar, sonra o istəmədikləri nəticə olanda və yaxud nəsə olanda çox çökürlər. Halbuki o nəticənin özü də gözəl bir nəticədir. Adi bir vaxtda siz onu düşünüb çox sevinə bilərdiniz, amma siz özünüzü o maksimala köklədiyiniz üçün bütün olub qalan həvəsiniz qırılıb gedir. Ona görə də nə edirsiniz? İnanırsınız, güvənirsiniz, hər şey mükəmməl olacaq, cavablarım gözəl gələcək deyirsiniz, amma yox, %100 300-dür, %100 290 plusdur, 280 plusdur. Bu da olmayacaqsa mən bilmirəm nədir. %100 elədim. Yüksək expectation deyirlər ingiliscəsində, yüksək belə gözləntilərdə olmayın ki, tam o nəticə olmayanda ola bilsin bir 5-10 bal fərq eləyər, nə seçməsə üçün deyirəm. Sonra çox belə pis çökür də insan, yəni onu yaşamamaq üçün deyirəm. 5 nədir? 2 sınaq. Ən çox gələn mənə sual budur ki, biz nə edək? Çünki sayılı günlər qalıb. Mənim məsləhətim olar ki, dayanmadan sınaq işləyin. Kitabdan qayda oxumaqdır. Çünki yəni 3 fəndə riyaziyyat Azərbaycanda ingilis dilində nə riyaziyyatdan qayda oxuyasan, ancaq düstura baxa bilərsən. Azərbaycanda qayda kitabı test var. İngilis dilində həmçinin sözlərə baxa bilərsiniz. Mənim sizə tövsiyəm sınaq işləməkdir. Fərq etmir. Siz yəni ki, keçən ilkilərin, artıq da neçə il öncəkilərin 9-cu siniflərinin buraxılışa düşən sualları falan işləmişsiniz çox güman ki. Deyirsiniz ki, daha sual qalmadı. Sual fərq eləmir. Yəni sınaq fərq eləmir, test fərq eləmir. İnternetdə testlər doludur. Kitablarda da testlər doludur. Fərq etmir. Sırf 9-cu sinif başlığı altında olmaya da bilər o test. Amma əgər o test isə siz onu işləyin. Bu sözümü həmişə deyirəm, bu testdə siz nəyi bilirsiniz, nəyi bilmirsiniz, orada onu anlayacaqsınız və əgər sizə nəyisə təkrarlamaq lazım olarsa, zaten o testdə o çıxacaq ki, siz də gedib kitabdan onu təzədən oxuyacaqsınız. Az müddət qaldıqda oturub kitabı başdan axıra qədər oxumağın heç bir mənası yoxdur. Ona görə nə edirsiniz? Test işləyirsiniz, sınaq işləyirsiniz, bildiklərinizi daha da gücləndirirsiniz, bilmədiklərinizi təbii ki, edib o hissəsini oxuyursunuz. Sizə ən böyük, ən vacib, bu 5 dənə şeydən vacibdir. Ən vacib məsləhətim özünüzü stressə salmamaqdır. Özünüzü stressə salmasanız zaten hər şey mükəmməl keçəcək. Çox danışmaq istəmirəm çünki sizin də vaxtınız yoxdur, mənim də vaxtım yoxdur. Bu arada bir dənə söz deyəcəm. Çox xahiş edirəm. Bunu çox deyirdiniz ki, TikTok və yaxud Instagram səhifələrində yoxsan falan. Mən də götürdüm fresh təzə bir Instagram və TikTok səhifəsi açdım. Yəni mən durub private'imi public eləmədim və yaxud da ki, əlavə oradan bot falan nəsə eləmədim. Yəni sırf təzə açdım. Sıfırdan Instagram və TikTok açmışam. Çox xahiş edirəm, gedin onlara da siz hamınız bax, bizim kütləmiz, bu YouTube kütləmiz getsin bir dənə Instagram'a, TikTok. Bu YouTube kütləmiz getsin Instagram və TikTokuma da abunə olsun ki, orada da çox vacib məsləhətlər paylaşacağam. Hətta bir neçə dənə şey paylaşmışam, yəni ki, bunlara da baxa bilərsiniz. Orada sırf imtahanlara görə, məsələn, gündəlik dərs rutini falan belə şeylər çox paylaşacağam. İşlətdiyim kitablar, imtahana taktiklər, nə bilim, özümün başına gələn hadisələr, dəftərlərim, notlarım falan. Orada daha çox şeylər paylaşacağam. Ona görə də gedin bax elə bu dəqiqə gözləyirəm. İstər TikTokdan, istər də Instagramdan izləyirsiniz. Onu da linkini aşağı qoyacağam. Burada yəni görürsünüz, bilmirəm qoya biləcəm yoxsa yox. Abunə olun ki, bu kütləmizi orada yığaq, hamımız bir yerdə, hər yerdə olaq. Hamınıza bol-bol şans və uğurlar arzu edirəm. Onsuz da sizə inanıram, güvənirəm. Görürsünüz, o qədər mən də gərgin deyirəm. Çünki bilirəm ki, bunu bacaracaqsınız. Gedin, sınağınızı işləyin, dərsinizi oxuyun, vaxtında da yatın, yəni durub özünüzü səhərlərə qədər həlak eləməyin. Hər şey gözəl olacaq. Hamınızı çox sevirəm. Hamınıza bol-bol uğurlar. Gələrsiniz bu keçən dəfə kimi bu videonun da şərh bölməsindən gözəl nəticələrinizi yazarsınız. Gələn həftə növbəti videoda görüşmək ümidi ilə hələlik.